İnsanlar indiki zamanədə səncə saxta görünməyə çalışırlar, yoxsa olduqları kimi görünməyə çalışırlar? Göründüklərinin gerçək olduğunu düşünürlər, amma qıraqdan saxta göründüklərinin fərqində deyillər. Zəmanə ilə uzlaşmağa görə belə saxta həyat yaşamağa ehtiyac var. Saxta olmalısan. Maliyyə idarə etməsini, öz maliyyəsinin, öz belə deyək də o gəlirini, çıxarını düzgün idarə eləyə bilən adam məncə saxta həyat yaşamaz deyə düşünürəm. Bax, ayağını yorğanına görə uzada bilən insanlar saxta həyat yaşamırlar, fake həyat yaşamırlar. Cəmaət 300-400 manat maaşla ailə saxlayır. Mümkün deyil deməyin. Mümkün deyil deyirsinizsə tənbəlsiz, çox üzr istəyirəm. İş yerimdə 10 nəfərdən 9 nəfərə sevilmirəmsə, dürüst olmağıma görə sevilmirəm. Dostlar salam. Oikos İnkişaf Mərkəzinin dəstəyi ilə Natamam podkasta baxırsınız. Salam. Ümidvarıq ki, yaxşısınız. Sənə belə bir sual vermək istəyirəm. Qısa bir dənə bir sual vermək istəyirəm. Amma uzun cavab verəcəm. Yox, çalış qısa cavab ver. Çünki danışmağa vaxtımız hələ ki çoxdur. İnsanlar indiki zamanədə səncə saxta görünməyə çalışırlar, yoxsa olduqları kimi görünməyə çalışırlar? Göründüklərinin gerçək olduğunu düşünürlər, amma qıraqdan saxta göründüklərinin fərqində deyillər. Çox gözəl. Bu və digər söhbətləri qaçırmamaq üçün videonu sona qədər izləyin, kanalımıza abunə olun və biz başlayaq. Dostlar, bugün saxta həyatlardan danışmaq istəyirik. Yəni, məqsədimiz burada heç kimi aşağılamaq, heç kimin hisslərinə və yaşam tərzinə qarışmaq və yaxud da sataşmaq deyil. Bəzi saxta yaşayan, bəzi saxta həyat sürən insanlar haqqında danışmaq istəyirik ki, bu nə dərəcədə doğrudur ümumiyyətlə belə bir şeyin olması, bu nə dərəcədə insanlara bir həyatına bir müsbət, pozitiv nə isə qatır. Ümumiyyətlə saxtakarlıq cəmiyyət olaraq və belə deyək də ümumiyyətlə bu təkcə Azərbaycandan söhbət getmir burada. Bütün dünyada saxtakarlıq qəbul edilməyən bir şeydir. Amma bu saxtakarlıq dediyimiz, hansı ki qəbul edilməyən saxtakarlıq dediyimiz şey, bu əslində hardasa gedib bir ucu cinayət belə deyək də cinayət işi kimi bağlana bilər. Bir də var, bayaq sənin başda o dediyin söz kimi bir həyat yaşayan insanlar var, hansılar ki tutaq ki, nəysə əldə eləyib, onu əldə eləyəcək bir gücdə deyil, belə bir saxta yola əl atır və belə bir saxta bir xoşbəxtlik yaratmaq istəyir, saxta bir gülüş yaratmaq istəyir. Halbuki o ətrafda olduğu insanların yanında həmən o elədiyi o saxtakarlıqla gülər üz pozitiv görsənir, amma evə gedəndə o pozitivlikdən, o gülər üzdən heç bir əsər əlamət qalmır və gedib oturub kalkulatorun qabağında nəyi nətər eləyim, nəyi necə eləyim kimi hesablamalar aparır. Ehtiyac varmı ümumiyyətlə zəmanə ilə uzlaşmağa görə belə saxta həyat yaşamağa ehtiyac var? Ümumiyyətlə zəmanə ilə uyğunlaşmaq istəyirsənsə, hər kəsin sevimli birisi olması istəyirsənsə, olmağı istəyirsənsə, saxta olmalısan. Bu indiki dövrün deyirsən ki, O birisi dövrlərdə olmamışam. Məncə əslində o demək deyil ki, gedin saxta olun, onda qazanarsınız zat. Elə yox. Sadəcə məcburi olursan da Elman. Məcburi elə yerə gəlirsən ki, saxta olursan. Çünki bugün əgər mən iş yerimdə 10 nəfərdən 9 nəfərə sevilmirəmsə, dürüst olmağıma görə sevilmirəm. Mənim dünyamda, mənim öz dünyamda mən dürüst, vicdanlı, namuslu, düzgün, irəliyən bir personalam. Amma qarşı tərəfə bu lazımdırmı? Yox. Ona lazımdır ki, məsəl üçün işdəsənsə,
işləyirsənsə, onlara lazım olan şey sən qazandırmağındır bura. Ay durub nə bilim bu cürdür, bu yol düzgünü budur falan. Xeyr. Güya hər yuxarıya qalxan pozisiyalar dürüstlükləmi qalxıblar? Yox. Sənin öz düzgünlüyün sənə qazandıracaq həmişə. Hə. Yəni qazandıracaq, necə qazandıracaq? Yəni ən azından özünü itirmiş olmayacaqsan. Bir sənin həyatda nəyi önəmli tutmağından gedir söhbət. Sən əgər yəni varım yoxum çıxsın getsin, amma mən tutaq ki həyatda bunu ulaşmaq istəyirəmsə, bu hədəfimə çatacağamsa, bu yolda hər şey mübah deyirsənsə, hə, gedərsən, o şey sənin olar. Amma günün sonunda itirəcəyin çox şeylər olacaq. Vicdanın olacaq, nə bilim, elə vicdanı itirməyən olsa hər şeydən bəsdir. Amma mən bura bir əlavə eləmək istəyirəm. Çox üzr istəyirəm Natava. Sən əslində söhbəti başqa bir yerə apardın. Çünki mən əslində indiki bu saxta həyatı maliyyə idarə etməsinə bağlayıram. Yəni mən belə düşünürəm. Sən əslində insan olaraq saxta və yaxud da qeyri-saxta görünməyi danışırdın. Mən ümumiyyətlə bu cəmiyyətdəki bu yaşamda bayaq bir söz işlətdim mən ki, zəmanə ilə uzlaşmağa görə saxta xoşbəxtlik yaradırlar. Saxta həyat yaşayırlar. Bəs mən nə deyirəm ki? Sən insani baxımdan deyirsən. Okey, bu da o da saxtadır mı? Bəs onu eləyən kimdir ki? Onu başa düşmədim. Mən məsəl üçün sözümü fikrimi bir dənə izah edeyim, sən başa düşərsən bəlkə söhbət nədən gedir. Mən düşünürəm ki, maliyyə idarə etməsini, öz maliyyəsinin, öz belə deyək də o gəlirini, çıxarını düzgün idarə eləyə bilən adam məncə saxta həyat yaşamaz deyə düşünürəm. Yəni onun əldə elədiyi heç bir şey saxta olmayacaq deyə düşünürəm. O axşam evə gəlib kalkulatoru qabağına qoyub ay sonunda bunu belə eləsən belə olar, burdan bunu belə eləsən belə olar deməyəcək. Başa düşdün? Mən bunu demək istirdim. Amma sənin toxunduğun da mövzu çox maraqlı mövzudur ki, bunu növbəti 15 dəqiqədə danışarıq. Amma mənim dediyim zaten ora gələcəkdi. Mən deyəcəkdim ki, o zaman davam elə. Gör ora gəlir ümumiyyətlə yoxsa yox, gör ümumiyyətlə ora gəlir yoxsa bəlkə mən həqiqətən də səhv başa düşürəm hələ də. Mən demək istəyirəm ki, yəni sənin hədəfin əgər vicdanını qorumaq, özünü qorumaq, yəni o düzgünlüyü, dürüstlüyü qorumaqdırsa, hə, o zaman sən belə deyim də, yəni belə deyim. Sən çox dürüst insansan, sən düzgün insansan və fake deyilsən də, saxta deyilsən. Bu yolla bir yerə qədər irəliləyə biləcəksən. Çünki indiki istənilən şey sən hamı ilə qeyri-səmimi olmağındır. Həqiqətən də bu istənilir. Okay. Bu istənilir də, yəni. Yox, amma sən deyirsənsə ki, mənim vecimə də deyil, mən öz dünyamda, yəni özümü itirmək istəmirəm. Kimisə bir-iki nəfəri qazanacamsa, yalançı ətraf quracamsa, ha işdə, ha dostluqda, ha ilişkidə, fərqi yoxdur. Münasibətlərdə mən 10 nəfər yığacamsa ətrafıma, lazım deyil. Mən özümü qoruyum, mən öz dürüstlüyümü, özümü də, yəni fake olmadan, öz üzüm nədirsə maskalanmadan, o ilə 2 nəfəri falan yanımda saxlayım, mənə o bəsdir deyirsənsə və həyatdakı bu pozisiyadayamsa, burada bəsdirsə, yəni belə deyim də, artıq tamahla mən özümü itirəcəmsə, qeyri-səmimiliklə bunu qazanacamsa, əmin ol ki, Elman, elə günün sonunda onsuz da o adam o qədər səmimiyyətsiz olacaq ki, o ona ucu maska kimi olacaq. O ucu bilməyəcək də, yəni həqiqisi nədir, yalan nədir. Heç inan ki, kalkulatorla hesablamaq yox, özünün fərqində olmayacaq. Elə biləcək ki, onun yalanı, onun həqiqi doğrusudur. Başa düşdün? Yəni bilməm, indi sənin dediyinə gəldikmi yəni? Əslində yox, yenə də gəlmədik. Sən tamam ayrı... Provka deyə yollar yaxşı yaxır deyə. Məsələ bilsən nədir? Bir var, elə bir ki, çay axır ortadan. O çayın bu tərəfində sənin dediyin məsələlərin saxtakarlığı müzakirə olunur. Çayın bu tərəfində də mənim dediyim saxtakarlıq. Mənim dediyim saxtakarlıq sırf belə deyək də maliyyəyə bağlı bir şeydir. Məsəl üçün, mən MacBook almaq istəyirdim özümə. Düzdür? Sənin sayəndə almadım. Yəni, sənin sayəndə mən o MacBook-u almadım. Sən söz dedin və bayaq sənə danışdım, indi onu burada danışmaq istəmirəm. Elə bir şey baş verdi ki, mənim o Mac-ı almağıma ehtiyac olmadı.
Başa düşdün? Amma indi gəl düşünək. Mən gedib o Mac-ı alsaydım özümə, mən bütün maliyyə hesabatımı alt-üst eləyəcəkdim. Ha, o zaman sən özünə saxta bir saxta bir şey yaradacaqdım özümə ki, bax al, bax mənim Mac-ım var. Gəmin boynuma neyniyim? Sənin Mac-ın var, pulun var, yox. Mac-ın var. Pulun var, yoxdur. Yəni söhbət gəlib bura çıxacaqdı. Başa düşdüm. Yəni bu cür saxta. Amma sənin dediyin də saxtakarlıqdır ha. O ayrı bir saxtakarlıqdır. Bax elə gəl sənin dediyindən bir yola çıxaq. Amma yola çıxmamışdan qabaq bir xatırlatma eləmək istəyirəm. Bizim fikirlərimizlə razısınızsa və yaxud da razı deyilsinizsə, bunu mütləq şərhlərdə bizə qeyd edin. Dostlar, Oikos İnkişaf Mərkəzinin dəstəyi ilə siz Natavan podkastı izləyirsiniz və qaldığımız yerdən davam eləmək istəyirəm. Mən Natavana belə bir sual vermək istəyirəm ki, Natavan, biz bundan qabaqki epizodda münasibətlər haqqında danışmışdıq və elə oradan bir belə balaca bir söhbəti də burada eləmək istəyərdim səninlə ki, saxtakarlığı münasibətə bağlayanda çox qəribə bir şey baş verir. Münasibətdə ümumiyyətlə bir-birlərinə saxta, özünü saxta şəkildə göstərmək varmı, yoxmu? Ümumiyyətlə belə bir hal baş verir hal-hazırda, yoxsa yox? Çünki bir aralar baş verirdi, xatırlayıram mən. Öz həyatında yoxsa? Mənim həyatımda? Yox, mənim həyatımda ümumiyyətlə. Mən heç vaxt saxtakar olmamışam. Yox, qarşılaşmısan deyə düşündüm. Yox, həyatım mənə aid deyil, yox. Belə bir şey deyim də, ümumiyyətlə insan özünü qorumağa görə də, özünü müdafiə üçün də, yəni ilk tanış olduğun insana zaten sən dürüst ola bilmirsən də, həqiqətən. Biraz bir maskalanırsan, əsəbin, hirsin varsa gizlədirsən, qısqanclığın varsa saxlayırsan, ya da ki ona aşırı belə xoşuna gəldisə, yenə də hissləri həqiqətən də ilklərdə onsuz da heç kəsə qarşı tam nə olmur. 100%. Sənin dediyin şeydə əgər aylarla ya da illərlə davam edən ilişkilərin içində sən artıq deyirsən ki, saxtakarlıq falan olurmu? Bəlkə də olur. Nə onu tetikləyə bilər? Məsəl üçün biraz toksikləşmiş ilişkilərdə, tutaq ki, qarşı tərəf, iki tərəf bir-birini qırıbsa, ya da nəsə xoşuna gəlməyən bir şeylər olubsa, artıq əvvəl daha çox səmimi idilərsə, başlayıcılar daha az deyib gülməyə ya da vaxt keçirməyə, ya da ki biri birini qısqandısa, onun uğurları çoxdur, mənim uğurum azdır falan. Onda da yenə başlayacaq bir tərəfdə soyuqluq yaradacaq, ya da ki yalandan güləcək, ya da ki çıxarıcı ilişkilərdən ki bu daha çoxdur. Çıxarıcı ilişkilərinə görə başlayacaq, tutaq ki sənin pulun var, onun yəni aşağıda ya da ki o vəzifədədir, sən aşağı vəzifədəsən, sırf səndən yaxın olmaq üçün, səndən istifadə eləmək üçün başlayacaq yalancı, saxtakar, fake sifətə bürünməyə. Mən sən yanındayım, mən sən şey falan və sənin elə yanında olacaq, səndən gün keçirəcək, səni sömürəcək, yəni. Bizim dildə desək, sağacaq, sənin xəbərin olmayacaq. Bu şəkildə də sürəcək. Yəni sənin sualın nə idi? Yəni hiss eləmisinizmi zatı belə bir şey? Yox, yəni ümumiyyətlə əslində də aşağı-yuxarı sualıma cavab verdin. Saxtakarlıq deyəndə mən nəyi nəzərdə tuturdum? Məsəl üçün tutaq ki, bilmirəm buna nə tər misal çəkim ki, biraz ədəbli çıxsın. Elə valla bunu da axırı gedib maliyyəyə bağlayır. Bu münasibətlərdəki saxtakar. Əslində mən bilmirəm, məndə niyə görəsə bütün saxtakarlıq deyirik buna. Saxta yox da, yəni Natavan çox qəşəng sözdür. Fake bir simaya bürünmək, fake bir obraza bürünmək. Niyə bağlanır? Ümumiyyətlə bizim hər şeyimiz elə maliyyədir də. Yəni maddi və mənəvidir də burada. Ona görə də mənəviyə necə bürünəcək, nə dərəcədə bürünəcək? Məsəl üçün sən kasıbsan, tutaq ki. Mən də kasıbam. Yəni deməkdə məqsədim bizə nədir? Məsəl üçün, sənin maşının yoxdur. Sən deyə bilməzsənmi ki, mənim maşınım yoxdur? Sən niyə düşüb əl-ayağı gedib bu üzr istəyirəm ifadəmə görə özünə maşın alırsan ki? Çox var, Elman, metroda gedir, avtobusda gedir. Bu saxta həyatdır, başa düşdün? Amma iPhone-u var, kreditlə iPhone alır falan. Bu saxtadır.
saxtadır. Bilirsən bəzən həyat bunu sənə zorluyor. Yəni çox üzr istəyirəm, gəl ona bir düzəliş eləyək. Yəni hər avtobusla gedib gəlib iPhone-u olana aid deyil bu təbii ki. İnsan var ki, avtobusla gedib gələ bilər, amma maliyyəsini elə qəşəng, bu maliyyə gəlirini, çıxarını elə qəşəng idarə eləyər ki, o onun o şeyinə təsir eləməz. Amma bir də var ki, sən belə iki ayağını bir papuca dirəmisən ki, yox, mən iPhone almalıyam və iPhone alırsan, sən maaşını verirsən iPhone-un kreditinə, ölüncə qalırsan belə. Ümumiyyətlə kreditə nəsə götürmək pis bir şey deyil. Yəni evə mebel falan da götürə bilərsən, ya nə bilim də hər şey. Amma ki, iPhone da götürə bilərsən. iPhone da götürə bilərsən, amma Elman düz deyir. Yəni əgər sənin hal-hazırki ehtiyacın başqa bir şeydirsə, hal-hazırda sənin o iPhone-la yəni eləyə biləcəyin bir şey yoxdur. Sən onu başqa bir şeyə görə istəyirsənsə, göstərişə görə istəyirsənsə, bu sənin özünün qurduğu fake həyatdır. Xoşbəxtsən bu şəkildə, xoşbəxtsənsə davam elə, yaşa. Yəni bizim biz nə deyə bilərik ki? O insan olsa özünü eləyir, özü də bilir. Günün sonunda özü də bilir ki, ayda mən bunu nəyə görə elədim də, yəni ki, özü də başa düşür, amma edəcək bir şey yoxdur, artıq eləyib. Heç o şeylə də ağıllanmır. Bu krediti bağlayır, buradan bu tərəf bunu açır. Ay mənim bahalı saatım olsun, ay mənim bahalı maşınım olsun, telefonum olsun, amma yaşadığı, yatdığı yerə baxırsan ki, nə gündə belə nəyə görə bunu deyirəm? Biz şeyə görə, yəni aşağılamağa görə yox. Sadəcə dəvəyə sormuşlar nədən boynun əyri. O da demiş ki, nərəm, doğru ki. Yəni sən başqa bir əyrilikləri düzəltdin də mi qaldı? Özünə bahalı bir şey alasan, bu da başa düşüləndir ki, sən özünü olmadığın biri kimi aparırsan və harasa özünü soruşturmağa çalışırsan, elə göstərməyə çalışırsan. Mən sən bayaq dedim də, başda dedim, yəni sən dedin ki, dövr bunu tələb eləyir. Dövr heç bir şey üçün səni məcbur eləmir. Tələb elədiyi də bir şey yoxdur. Bugün sənin əgər iPhone yoxdursa sənə padlo baxacaqlar deyə bir şey yox. Baxsın, sən əgər özlüyündə belə deyim də buran doludursa, sənə elənçilə bax, yəni sən o şəkildə yanaşmayacaqsan. Sən hər halından onsuz da dəyərli olacaqsan. Sən əgər dəyərsizsənsə və bu cür şeylərlə öz dəyərini artırmaq istəyirsənsə, bunun sonu yoxdur. Hara qədər? Bahalı maşın, bahalı ev, bahalı. Sən özün əgər kasıbsansa, həm fikirlərində, həm dəyərlərində sənə heç bir şey bahalı ya da həqiqi doğru eləməyəcək. Sən elə fake dünyanda, fake şəkildə geberəcəksin. Dostlar, fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Kanala abunə olmağı da unutmayın. Və əgər bizə iyanə eləmək istəsəz, coffee.al saytından Nataman podkastı axtarıb tapıb bizə kofe alaraq iyanə eləyə bilərsiniz. Biz isə davam edirik. Dostlar, qaldığımız yerdən davam edirik. Nataman, belə bir sualım var sənə. Belə bir məsələni danışmaq istəyirəm səninlə. Səninlə mənim iPhone-a, çox şükür ikimizin də iPhone-u var hal-hazırda, iPhone-a çatmaq bir tarixçəmiz var, bir hadisəmiz var. Mənim aradasa iPhone-a doğru irəliləmə 1-2 il çəkdi. 2 il iPhone manifestləmişəm də mən, yəni belə bir şey olub. Amma yəni bir dönəm oldu, almaq istəyirdim, son anda vaz keçdim, başqa telefon götürdüm. Çünki nəyə görə? Bax, o gəldiyim o maddi durumun idarə etməsində problemlər yaşamayayım deyə və çox şükür 2 ildən sonra axır ki arzuma və hədəfimə çatdım, iPhone-u əldə edə bildim. Mənim iPhone-um var deyə buradan bağırmıram. Sadəcə həyat hekayəsini danışmaq istəyirəm. Və buradan belə bir məsəl gəldi ağlıma. Ayağını yorğanına görə uzat məsəli var. Bax, ayağını yorğanına görə uzada bilən insanlar saxta həyat yaşamırlar, fake həyat yaşamırlar. Fake həyat yaşayan, saxta həyat yaşayan insanlar ayağını yorğanına görə uzada bilməyən insanlardır. Və burada belə bir sual çıxır ortaya ki, bəlkə biz elə hər şeyi yorğan almaqdan başlamalıyıq. Bəlkə biz elə birinci yorğanımızı düz almalıyıq. Yəni boyumuzu uzada bilməyəcəyimizə görə ya da qısalda bilməyəcəyimizə görə. Yəni həyat sıvı elənçinə qurmalısan ki, onun gətiriləri nədirsə, o şəkildə irəliləyəsən. Yoxsa ki, mən heç kəs demir, təbii ki, lüks həyat da arzulaya bilərsən. Amma Elman çox yaxşıdır. Yəni mən o sostoyaniyada olanda
o vəziyyətdə olanda durub özüm üçün böyük bir şey alsaydım, özümü də sıxıntıya soxuram. Başqa ehtiyaclarım qalır. Axı bizim hər şey bu deyil də, yəni sağlamlığımız olur, qida baxımından ərzaq söhbətlər, ya ailəyə baxan varsa ailə şeyi, ya hər şeydə çox ehtiyaclar çoxdur. Yəni pulun getdiyi yerlər çoxdur. Hə sən sadəcə buna xərcləyəsən, nədir ki, mənə desinlər ki, bunun da var, ya da məni əksik görməsinlər. Ki mən bilirəm ki, Elman bu günə qədər özünə texnoloji nə alıbsa, hamısını konkret ehtiyacı olduğuna görə alıb. Ki mən də o şəkildə iPhone-u inan ki mənə bax işte ondan gedir də Elman. Mən ona görə deyirəm ki, özün dəyərsiz olmamalısan. Özün özünü dəyərsiz hiss eləyəndə bu çox pis bir şeydir. Dolmursan, dola bilmirsən. Elə bilirsən ki, bahalı saatımı bura taxanda, Apple Watch-umu bura taxanda məni varlı görəcəklər. Elə bilir ki, iPhone-un elə ən son modeli çıxan kimi alanda ya mübarəksən bu arada. Yo, təbii ki, elə deyil. Yəni göstəriş üçün də mən bilirəm də ətrafımızda çox adamlar var. Səndə də var, məndə də var idi vaxtıyla. Ay bu məndə olsun, yəni qoy deməsinlər ki, bunun yoxudur falanla yaşayanda dissinlərə görə yaşayırsınız. Yəni bu sizin həyatınız olmur. Bax o fake həyatdır. O fake həyatdır. Amma dolmur da. Amma özün dəyərli insan görəndə mən məsəl üçün nə qədər olub Redmi istifadə eləmişəm, başqa bir telefonum da olub. Heç umurumda olmayıb da ki, bu gün bahalı görsənim. İndiyə qədər də Elman bilir də, yəni heç o şeylərdə kompüterə ehtiyacım mı var? İşimi yaxşı görsün deyə götürdüm. Telefona ehtiyacım olacaq deyə götürdüm. Yəni o şeylə, onda sən dürüst şəkildə irəliləyirsən. Ya əks halda yəni. Bir də bilsən belə bir şey də var ya, o hədəfivə çatanda, sənin o hədəfivin həyatıva bir qatqısı olanda, o biraz da sənə ləzzətli olur və sənin onun üçün o ödədiyin pul elə də səni narahat eləmir. Çünki niyə? Sən ağılla hərəkət eləmisənsə, sən maliyyə hesabatını doğru bölmüsənsə, günü gəlib ala biləcəyin səviyyədəsənsə artıq. Əlbəttə ki, əzərsən. Çünki səni narahat edən bir şey yoxdur ki, ayda bunu mən gərək almazdım. O sözü işlətmə. Onu elədinsə, zaten oynayırlar da, çox oynayırlar Elman. Yəni, nə bilim, hər münasibətdə onsuz da hər şəkildə saxta insanlar çoxdur. Mən ona görə bayaq əslində saxta deyəndə başqa bir yerə girmişdim. Amma bu anlamda təbii ki, yəni çox, ay maşınım belədir. Ay bura gedəndə bunu deməsinlər, desinlər. Başqasına görə qurursunuz həyatınızı. Heç fikirləşmisiniz ki, siz həqiqətən də iPhone istəyirdiniz, ya da ki, siz həqiqətən də tutaq ki, bahalı bir şey. Bu həqiqətən də sən hiss elədin özünü dəyərli. Bu var yəni. Məsələ də odur. Bax, sual oradadır. Məsələn, belə bir şeylər var. Mən o insanları da başa düşə bilmirəm. Mənə o da çatmır biraz ki, tamamilə alın, mən heç kimə qarışmıram. Özünüz bilərsiniz. Yəni, məqsədimiz burada danışığımızla kimisə düzəltmək deyil ki, bu mümkün deyil. Amma yenə də öz fikrinizi şərhə yaza bilərsiniz. Fikir mübadiləsinə açığıq, problem yoxdur. Amma məqsədimiz kimisə dəyişmək deyil, kiməsə təsir eləmək deyil. Bax, iPhone alacam. Ged aç qardırobu. Bunun ortası cırıq-cırıqdır. Bro, hamısı deşik-deşikdir, qırma atıblar elə bil. Elə bil ki, o tirdə şey üçün qoyublar. Bir şey kimi qoyublar. Bənzətmələrə inanamıyorum ciddən. Yəni, yox, misalımı mahsur görün. Sadəcə o, yəni deməkdə məqsədim nədir? Özünü birinci şeylə. Mən sevgilimə maşın alacağam. Tamam. Al. Heç kim sənə demir ki, alma. Al sevgilimə maşın. Amma ondan qabaq o maliyyə hesabatını bir dənə gözdən keçirt. Bir bax. Nə var, nə yox. Sən bu maşını aldın. Sonrası nə olacaq? Necə davranacaqsan? Necə, yəni tamam sən sevgilivə maşın aldın. Üstündən 3 ay keçdi. Sevgilin dedi ki, məsəl üçün, mən filan restoranda yeməyə getmək istəyirəm. Əlvə atırsan, cibvə çıxardırsan. Allah heç nə yoxdur. Nətər gedək. Aşkım, mənim işim var. Mən getməliyəm, sroşnu. Başqa vaxt gedərik. Olmadı ki. Bu nədir? Fake'dir. Bu nədir? Saxtadır. Saxta olmuyor. Buyurun Ataman. Mən başqa deyəcəyim yoxdur valla, yəni saxta olmayın sənin deməklə deyil, onlar bu yolu seçiblər. Artıq yəni kimisə gözündən düşəcəklər. Onlar qurduqları fake həyatlarında ətraflarındakı insanlar da elə onlar kimidirlər. Onları o şəkildə qəbul edirlər. Məsəl üçün mən tutaq ki, bilirəm ki, bu adam
acından günorta durur. Amma bahalı şeylərlə öz risovkala satdıq eləyir. Mən bu ilə əlaqə quraramı, ünsiyyət quraramı? Mən bunu dostluğun dərk eləsəm yox, düzdür. Amma hələ də mən o ilə dostluq eləyirəmsə və getdi ora, şəkil çəkdi, hər şey yaxşısı zat, amma onların onsuz da ətraflarında olan insanlar da saxtadılar özlərinə görə. Ona görə də onlar o saxtalıqla, feykliklə çox xoşbəxtdirlər. Təbii ki, xoşbəxtliklər də feyk olduğu üçün hardansa alıblarsa linki zadı qoyun, biz də gedib alaq. Biz gedib almayaq əksinə. Biz heç onu da almarıq da. Feyk xoşbəxtlik. Və ona görə də yəni kimə nə deyəsən? Biz sadəcə danışırıq ki, biz hər şeyin fərqindəyik və bizdə olan heç nə feyk deyil və siz də çalışın dostlar, elə eləyin ki, ümumiyyətlə bu feyk həyatdan, saxta həyatdan uzaq olun. Maliyyənizi idarə eləyin. O qədər gözəl applər var, o qədər gözəl saytlar var. Sadəcə indi adını çəkə bilmirəm burada. Çox gözəl applər var. Mən hətta özüm üçün Androiddə bir app özüm yaratmışam, sırf maliyyəmin idarə edilməsi üçün. Süni intellektlə bunu yaratmışam. Bu mümkündür. Bunu siz də eləyə bilərsiniz. Bilirsiniz nətərdir? İstəyən adam hər şey eləyə bilir. Bunun üçün də hər bölümdə demişəm, yenə deyəcəm. Mütaliə eləyin, kitab oxuyun, öyrənin. Mütaliə eləyin deyəndə, başa düşürsən, mən tək kitabı demirəm. Mütaliə eləmək deyəndə öyrənin, araşdırın, axtarın, tapın. Hər şey var. Bu dəqiqə vallahi elə bir zamanədə yaşayırıq ki, hər şeyə imkan var. Hər şeyi eləmək olar. Cəmaət 300-400 manat maaşla ailə saxlayır. Mən şəxsən tanıyıram. 300 manat maaşı var. iPhone-u var, yenə iPhone-dur. iPhone-u var. Və çox gözəl də həyatını idarə eləyir. Mümkündür. Mümkün deyil deməyin. Mümkün deyil deyirsinizsə tənbəlsiz. Çox üzr istəyirəm. Düzdür. Mümkün deyil deyirsinizsə tənbəlsiz. Hər şey mümkündür. Və ətrafınızdakı insanlardan da çox şey asılıdır. Niyə Natavanı göstərirəm? Natavanı göstərməkdə məqsədim var. Natavanla bizim dostluğumuz çox uzundur. Hardasa 6 il, 7 il, bəlkə də 8 ilə qədər keçib. Və Natavan mənim həyatıma daxil olandan sonra Natavanın timsalında digər tanıdığım insanlar da var ki, onlar mənim bu ağıl verməklə, fikir vermək, kiməsə ağıl vermək də bu arada ayıb deyil. Ağıl verməklə, fikir bildirməklə səni aydınlandıra bilər. Aydınlata bilər türklər demişkən. Məsəl üçün Mac söhbətini. Mən MacBook almaq istəyirdim. Özü buradadır, üzünə deyirəm. Kamera arxasında da bayaq söhbət eləmişik. Yəni, mənə izah elədi, mənə başa saldı, yoxsa mən gedib alacaqdım. Və gözlədiyim elə bir şey baş verdi ki, mənim onu almağıma ehtiyac qalmadı. Bax, ətrafınızdakı insanlardan da çox şey asılıdır. Çalışın ətrafınızdakı insanlar da saxta olmasın ki, onların saxtakarlığı v kavuçkах sizə təsir eləməsin. Durub deyəcək ki, bu nə telefonda işlədirsən, bu nə gündə deyə. iPhone zordur. iPhone zordur, ya da ki, nə bilim, bu paltarı alma, gedək, sən 28-dən ginirsən, tutaq ki, ondan sonra ged, nə bilim, tutaq ki də, moldan alışveriş elə, ya da ki, sən otursan burada yemək zad yirsən, nə bilim, restoran, bir şey fərqləri qoyurlar da, nə deyirlər ona, səviyyə farkı qoyurlar ki, güya ki, indi bunlar zordular. Gerek yox ya, gerek yox. Həqiqətən gerek yox. Eləyərsən, təbii ki, hər şeyin Sinan Engin demişdi, məsələn, o da biznesi idarə eləməyində falan, o da deyir ki, təbii ki, zəngin olmaq istəyirsinizsə, o yerlərə ayda bir dəfə üçümsə ya da 2 dəfə öz cibinizdəki pulla bütçəvizi elə ayırın ki, gedin bir dənə sadəcə deyir kofe için, ya da ki, sadəcə gedin izləyin. Hələ bir şeylər eləyə bilərsən, lüks məkanlarda sən də ola bilərsən, ya da iPhone-u dostun varsa, iPhone-u sən də əlinə alıb bir baxa bilərsən ki, bunun necə funksiyaları falan var. Bu artıq enerjini çağırmaqdır. Bu artıq odur ki, yəni mənim də vaxtından olacaq. Vaxtı gələndə məndə də olacaq. Amma yoxsa ki, ona həsad aparmaq, yox, iki daşın arasında mən də anam atamı məcbur eləyim, gedim, mən də onu alım, ya da böyrəyimi satım, gedim, mənim də iPhone-um olsun. Bu artıq xəstəlikdir. Elman çox yaxşı deyir, ətrafınız da düzgün seçin. Yəni mütləq. Önəmlidir, çox önəmlidir. Qaza gələcəksən yoxsa boşuna. Çox önəmlidir. Dostlar, beləcə bu bölümümüzün də sonuna gəldik, çatdıq. Bu gün çalışdıq ki, saxta həyat haqqında danışaq, saxta həyatı müzakirə edək. Savadımız və gücümüz çatan qədərini
müzakirə elədik və sizi də bu müzakirəyə dəvət edirik. Şərh bölməsi ixtiyarınızdadır. Amma əsla fake hesabla yazmayın. Yo. Fake hesabla yox, öz hesabınızla öz ürək sözlərinizi, fikirlərinizi, bölüm haqqında fikirlərinizi şərh bölməsinə yaza bilərsiniz. Kanala abunə olmağı unutmayın mütləq şəkildə. Bu bizim üçün çox önəmlidir. Bizi dəyərli hiss elətdirir. Və bizə iyanə eləmək istəsəz, coffee.al saytından bizə kofe ala bilərsiniz. Nataman podkastı axtarsaz, biz sizin qarşınıza çıxacağıq. Və Oykos İnkişaf Mərkəzinə təşəkkür edirik bizə yaratdığı şərait üçün, dəstəyi üçün. Dostlar, biz sizinlə bir həftəlik sağollaşırıq. Cəmi bir həftəlik. Bir həftədən sonra yenidən sizinlə görüşəcəyik. Sağ olun.